Salam. Bu videoda mən hədəf nəşrləri biologiya test toplusundan yosunlar, mamır kimilər, qıcı kimlər, çıpa toxumlar bölməsindən 6-cı testdən 11-ci testə qədər olan sualların izahını vermək istəyirəm. 6-cı sualda deyilir ki, sxemdə doğru olanları seçin. Ulotrix üçün doğru olanları seçməliyik. Dənəvər tel bu mitoxondri deməkdir. Yəni mitoxondrisi Ulotrixin var. Qamçılı sporları bu da var. Çünki Ulotrix qeyri-cinsi çoxalma zamanı zoosporlar vasitəsilə çoxalır və zoosporların hər birinin 4 qamçısı olur. Demək, 2 də doğrudur. Qamçısı spor da ola bilər. Çünki cinsi çoxalma zamanı zigot meyoz yolla bölünür və qamçısı sporlar əmələ gətirir və Ulotrix öz cinsi çoxalması zamanı öz başlanğıcını qamçısı sporlardan alır. Torvarı Holce aparatı ola bilməz. Çünki heyvanlarda Holce aparatı torvarı, amma bitkilərdə orakvari və yaxud da çubuqvari ola bilər. Demək, doğru cavabımız oldu 1, 2, 3. Yəni A variantı. 7-ci suala baxırıq. Sxemdə doğru olanları seçin. Xlorella üçün doğru olanları seçirik. Demək, xlorella bildiyimiz kimi sadəcə olaraq qeyri-cinsi yolla çoxalır. Cinsi yolla çoxalmadığı üçün onda azalma, yəni meyoz bölünmə və zigot əmələ gəlmə olmur. Amma sap deyirsə mitoxondrisi var. Üzünü köçürtmə də ola bilər. Nə üçün ola bilər? Çünki zülalların sintezi bildiyimiz kimi 2 mərhələdən ibarətdir. Transkripsiya və transilyasiya. Transkripsiya sözünün mənası üzünü köçürmə deməkdir. Demək, yenə də təkrar edirəm, xlorellada zülal əmələ gələ bilər və üzünü köçürmə prosesi ola bilər. Amma azalma, yəni meyoz bölünmə və zigot əmələ gəlmə ola bilmir. Doğru cavabımız olur 3 və 4. Yəni A variantı. Keçirik 8-ci sualda. Sxemdə doğru olanları seçin. Burada doğru olan sadəcə olaraq ötürmə prosesidir. Yəni, belə deyək ki, azalma, xlorella meyoz bölünmə yolu ilə əmələ gələ bilməz. Çünki orada cinsi hüceyrələr əmələ gəlmir və yaxud da cinsi yolla bölünmə olmur. Azalma, zigot və qamet əmələ gələ bilməz. Sadəcə olaraq ötürmə, yəni zülal sintezi gedə bilər və ötürmə prosesi ola bilər. Yəni translasiya prosesi ola bilər. Amma buna uyğun cavab yoxdur. Bunun üçün şərti bu cür dəyişmək olar. Sxemdə doğru olmayanları seçin. Doğru olmayanları seçdiyimiz zaman 1, 2 və 4. Yəni doğru cavabımız olardı C variantı. 9-cu sualda deyilir ki, doğru olanları seçin. Demək, burada xlorelladır. Xlorellada biz bildiyimiz kimi cinsi çoxalma olmur. Sadəcə olaraq qeyri-cinsi yolla çoxalır. Yəni, daxili möhtəviyyatı minimum 4, maksimum 8 hüceyrənin əmələ gəlməsi olur. Yəni, mitoz bölünmə nəticəsində. Demək, azalma prosesi ola bilməz. Çünki meyoz prosesi getmir. Mayallanma prosesi də ola bilməz. Çünki cinsi çoxalmır. Amma sap ola bilər, çünki mitoxondrisi var. Ötürmə ola bilər, çünki zülal sintezi gedə bilir. Yəni, doğru cavabımız olur 1 və 4. Yəni, D variantı. Keçirik 10-cu suala. 10-cu sualda deyilir ki, uyğunluğu müəyyən edin. Birinci şəkil quş mamırının, ikinci Ulotrix, üçüncü isə xlorellanın, xlamidamanadanın şəkilidir. Baxaq, ada deyilir ki, zigotun bölünməsindən qamçısız spor əmələ gəlir. Bu Ulotrixin cinsi çoxalması zamanı qamçısız spor əmələ gəlir. Bunu, yəni Ulotrix üçün yaza bilərik. Yetkin fərdində qamçı olur. Bunu xlamidamanada üçün yaza bilirik. Öz çəkisindən 25 dəfə sudur. Bu, heç bir bitki, yəni bu şəkildəkilərdə belədir. Çünki sfagnum mamırı öz çəkisindən 25 dəfə çox sudur və burada sfagnum mamırının şəkili yoxdur. Gövdəsi qamatofit nəsildə olur. Demək, bu quş mamırı üçün yaza bilərik. Demək, çünki qamet əmələ gətirə bilən yetkin fərddir. Yetkin fərdin də gövdəsi var. Çünki ilk dəfə gövdə və yarpaq da elə mamırlarda əmələ gəlir. Sonra Y-də deyilir ki, bir fərdinin üzərində yalnız bir ayaqçıqlı qutucuq ola bilər. Bunu da quş mamırı üçün yaza bilərik. Demək, doğru cavab olur 1 üçün D, Y, 2 üçün A, 3 üçün B. Bu da uyğun gəlir Y variantına.
Keçirik 11-ci suala. Sualda deyilir ki, qıcı kimlərdə xromosom dəsti haploiddir. Yəni haploid olanları seçməliyik. Biz bilirik ki, qıcı kimlərdə yetkin fərd diploid xromosom dəstinə malikdir. Amma həm protal, həm spor, həm də qametlər haploid xromosom dəstinə malikdir. Bizdən haploid xromosom dəstini istədiyi üçün cinsi nəsil, yəni demək protal bu haploiddir. Kökümsov gövdə diploiddir, əlavə kök diploiddir, spor da haploiddir, spermatozoid bu da haploiddir. Demək doğru cavabımız olur 1, 4 və 5. Yəni E variantı.